Bir daha xoş gördük sizə dəyərli izləyicilərimiz. Az öncə də qeyd etdiyimiz kimi məktəblər arası milli hakaton yarışmasının olimpiada mərhələsi, seçim mərhələsi təşkil olunur və bizim şagirdlərimiz mərkəzləşdirilmiş qaydada imtahanda iştirak edirlər, öz biliklərini sınayırlar. Ümumiyyətlə imtahan haqqında və ümumiyyətlə bu layihə haqqında daha geniş məlumat vermək üçünsə yanımızda məktəblər arası milli hakaton layihəsinin meneceri Nəzrin xanım Əliyevadır. Nəzrin xanım, xoş gördük sizi. Və mən sizdən xahiş edəcəm ki, prosesə, belə deyək də, proses haqqında məlumat verməzdən öncə necə gedir hazırlıqlar? Hazırlıqlar çox yüksək səviyyədə gedir. Bugün imtahanın ilk günüdür. 22 aprel tarixində 263 nömrəli məktəbdəyik və hal-hazırda 300-dən çox şagird burada imtahan verir. Şagirdləri burada belə həvəslə görmək də bizi çox sevindirir. Bu da şagirdlərimizin proqramlaşdırmaya, rəqəmsal bacarıqlara verdikləri marağı göstərir. Çox məmnunuq, çox sevincliyik. Ümid edirəm ki, ən yaxşı şagirdlər, layiq olan şagirdlər növbəti mərhələyə vəsiqə qazanacaqlar. Nəzrin xanım, ilk mərhələdə nə qədər şagird qeydiyyatdan keçmişdi? İndi ümumilikdə nə qədər şagird iştirak edir? İlkin qeydiyyat mərhələsində 300 mindən çox şagird qeydiyyatdan keçmişdi və onlar orada test tapşırıqlarını işləmişdilər və ən yaxşı 15 min şagirdi biz, hətta 15 mindən çox şagirdi biz növbəti mərhələyə seçmişik və hal-hazırda onların imtahan mərhələsidir və bu mərhələdə də 2 saat yarım onlara vaxt verilir və bu vaxt ərzində 21 tapşırığı yerinə yetirəcəklər. Burada həm texniki tapşırıqlar var, həm test tapşırıqları var və burada ən yaxşı nəticə göstərən 5% şagird isə növbəti mərhələyə vəsiqə qazanacaq. Son sualım olacaq ki, hansı şəhər və rayonlarımızda ümumilikdə statistika varmı ki, nə qədər rayonumuzda və yaxud da şəhərimizdə imtahan prosesi təşkil olunur? Bəli, hal-hazırda statistik göstəricilərə əsasən deyə bilərik ki, 75 mərkəzdə imtahanlar təşkil olunur və bu imtahanlara gələn şagirdlər 47 şəhərimizdən gəlirlər. Böyük şəhərlərlə yanaşı Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdən də Quba, Lənkəran, Şamaxı, Şəki. Demək olar ki, bütün şəhərlərdən yəni çox böyük maraq var, həvəs var şagirdlərdən və hər bir şəhərdə ayrıca mərkəzlər yaradılıb, hakaton mərkəzləri və MİQ imtahan mərkəzləri və burada şagirdlər yaxınlaşaraq onlara təyin olunmuş öncədən vaxtda imtahanlarını verirlər. Çox təşəkkür edirəm Nəzrin xanım. Çox sağ olun, minnətdarım. Və qeyd etmək istəyirəm ki, bir daha yanımda məktəblər arası milli hakaton layihəsinin meneceri Nəzrin xanım Əliyeva idi ki, ətraflı layihə haqqında sizə məlumatlar verdi. Bir daha təşəkkür edirəm. Və dəyərli izləyicilərimiz, yenə qeyd etmək istəyirəm ki, belə deyək, seçim mərhələsi imtahan prosesi davam edir. Birazdan, yəni bir qədər sonra məhz imtahandan çıxan şagirdlərimizlə həm söhbət olacaq, onların imtahan belə deyək də, həyəcanlarını sizə çəkib göstərməyə çalışacağıq.